Salam əziz izləyicilər, necəsiz? Xoş gördük. Kanalıma xoş gəlmisiniz. Abunə olmağı, like atmağı, yorum yazmağı unutmayın ki, belə bir videolarımızın ardı daha da çox olsun inşallah Allahın köməkliyi ilə. Mən bu günləri kənddən gələn yumurtalar var idi ki, belə plasmas bir qabda gətirilmişdi və bunları xarab olmasın deyə və soyuducumda da belə deyək, yumurta gözlərində yumurtalarım olduğu üçün bunlar da ağzı qapaqlı qalmasın deyə belə bir marojna qabım var idi. Mən pratik olaraq bunları istifadə eləyirəm. Səliqəli şəkildə yığıram, düzürəm akkuratını, bir-birlərinə dəyməsin. Düzdür, biri əlimdə orada sürüşdü, çatladı, kənara qoydum. Soyuducuda saxlayıram. Nə yumurta xarab olmur, nə qoxusu gəlmir. Çox gözəl, çox pratik belə fikirdir, belə deyim. Yəni əlverişli bir üsuldur. Yəni yumurta marojna qablarını əsla atmayın. Belə bir şeylərdə, soyuducularda istifadə eləyərək əlinizdən tutur. Səsiskadır, kalbasadır, ən çox səskaları, yumurtaları bu formada, bir də pendir suya qoyarkən belə bir qabda pendiri suda qoyuram kənddən gələndə. Çox gözəl səliqəli şəkildə qalır və heç xarab olmurlar. Xoş izləmələr, göz haqqınızı halal edin.